Mən fikrim yox idi çox geniş danışım. Çox suallar ünvanlandı deyə qısa şəkildə ikinci xütbənin əvvəlində işarə eləmək istəyirəm son ölkədə baş verən hadisələrə. Biz mövqeyimizi mətbuatda da açıqlamışıq. Burada da bir daha qeyd eləmək istəyirəm ki, həmişə bizim üçün ən mühüm məsələ din dövlət münasibətlərinin müsbət məcrada inkişaf edilməsidir. Həmişə çalışmışıq ki, bu məsələdə hər hansı bir ciddi problem olmasın və hansısa bir problemlər olarsa ancaq və ancaq hüquqi yollarla həllini tapsın. Bu bizim mövqeyimizdir, uzun illərdə dəyişilməyən bir mövqedir. Biz həmişə çalışmışıq ki, münasibətlərdə hansısa bir gərginlik yaranmasın. Çünki Azərbaycan gənc bir dövlətdir, müstəqilliyini yenicə qazanmış bir dövlətdir. Azərbaycan hal-hazırda dövlət quruculuğu ilə məşğuldur. Bu prosesin ağrılı tərəfləri də ola bilir. Yeni qurulmaqda olan bir dövlətin müəyyən problemləri də ola bilər. Amma hər bir inanclı, dindar vətəndaş üçün dövlətçilik bir qırmızı xətt olmalıdır, sabitlik bir qırmızı xətt olmalıdır. Çünki bir çox maraqlı dairələr var ki, Azərbaycanda din zəminində müxtəlif qarşıdurmalar yaratsınlar, müxtəlif radikal cərəyanlar var Azərbaycanda, görmüsünüz ki, hansı əməlləri törətməyə cəhd göstəriblər müxtəlif dövrlərdə və onların qarşısı da alınıb indiyə qədər. Şükür Allaha ki, Azərbaycanda din zəminində tarixən hər hansı bir münaqişə olmayıb, məzhəb zəminində bir münaqişə olmayıb. Azərbaycanın 100 illərlə qoruyub saxladığı dəyərlərdən biridir bu. Və bu dəyəri qorumaq hər birimizin vəzifəmizdir. Kiminsə nədənsə narazılığı olması da təbiidir, amma narazılığı ifadə eləmək üçün optimal yollar seçilməlidir ki, kimlərinsə dəyirmanına su tökülməsin və belə acınacaqlı nəticələrə gəlib çıxmasın. Ona görə də mən mətbuat vasitəsilə də müraciət eləmişəm. Burada da müraciət edirəm bütün Azərbaycan inanclı insanlarına, həm də Nardaranda olan insanlara, ağsaqqallara müraciət eləmişəm ki, bu məsələdə çox diqqətli olsunlar, məsələ çox həssasdır. Azərbaycanın ənənəvi məzhəblərindən biri Cəfəri məzhəbidir. Azərbaycan əhalisinin böyük əksəriyyəti Cəfəri məzhəbinə etiqad edir. Azərbaycanda iki ənənəvi məzhəb var, Əhl-i Sünnət və Şiə məzhəbləri var. Bunlar bir-biri ilə tarixən qardaşlıq şəraitində yaşayıblar və belə fürsətlərdə bəzi xaricdə maraqlı olan qüvvələr var ki, bizim məzhəbimizi qorxunc simada təqdim eləməyə cəhd göstərir və bu nəticədə də dinə və məzhəbə, həm də dövlətçiliyə zərbə dəyir. Ona görə də belə bir məqamlarda ayıq-sayıq olmaq lazımdır. Emosionallığa qətiyyən yol vermək olmaz. Hər bir addım atarkən işin aqibəti düşünülməlidir. Bu mənim mövqeyimdir, bu mövqeyi açıq bildirmişəm. Buna görə kimsə məni tənqid də eləyə bilər, kimsə nəsə deyə bilər, amma biz hansısa bir tənqidə görə, kiminsə bizi hədəfə aldığına görə öz mövqeyimizdən çəkinməmişik və çəkinmək fikrində də deyilik. İndi bilirsiniz, adları hazır qoyurlar. Məsələn, İbn Ziyad, Təlhə, Zübeyir filan adlar hazırdır. Məsələn, kimsə xoşuna gəlmədisə bu adlarla ittiham eləmək. Amma ittiham dilini dəyişmək lazımdır. Cəmiyyət varsa, cəmiyyətdə fikir ayrılıqları var və fərqli fikrə dözümlü yanaşmaq lazımdır. Heç kəsi təhqir eləyib təkfir eləməməlidir. Ümumiyyətlə, bizim əqidəmizdə təkfirçilik yoxdur. Mən təəssüf edirəm ki, bu təkfirçilik ruhiyyəsi hərdən bizə də sirayət eləyir. Mənim kimi düşünməyən, dindən çıxmışdı, kiməsə satılmışdı filandır. Belə bir naqis düşüncədə olan insanlar təəssüflər ki var. Bəzi insanlar da anlamır, zaman keçdikdən sonra mənə şəxsən müraciət edən çox olub ki, biz o zaman başqa cür düşünürdük. Sonra gördük ki, hadisələrin gedişatı göstərdi ki, bu mövqe daha düzgün mövqe idi. Yəni, biz anla yaşamamalıyıq. Biz bu ölkədə yaşayacağıq və bu dövlət bizim dövlətdir. Bu dövlətin müstəqilliyi bizim üçün müqəddəs olmalıdır.
olmalıdır. Heç bir şeylə, heç bir yəni addım bu dövlətin müstəqilliyini kölgə altına almamalıdır. Dövlətin müstəqilliyini qorumaq ilk növbədə inanclı vətəndaşların borcudur. İnanclı vətəndaşlar bu ölkənin vətəndaşıdırlar və bu ölkədə yaşayacaqlar və ümumiyyətlə Azərbaycan əhalisi böyük əksəriyyəti dindar, inanclı insanlardır və inanclı insanlar hansısa bir məhdud bir qrup deyil, hansısa bir kiminsə kənardan istiqamət alan bir qrup deyil. İnanclı insanlar Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına sadiq insanlardır. Çünki bu bizim dini vəzifəmizdir. Bu bizim ilahi bir vəzifəmizdir. Ona görə də belə məsələlərdə diqqətli olmaq lazımdır. Hər hansı ifratçı əməllərə yol verməmək lazımdır. Bir daha deyirəm ki, təbii ki, cəmiyyətdə müəyyən problemlər olar. Kimsə nə ilənsə razılaşmaya bilər. Bu insanların konstitusion hüququdur. Amma bu hüququ gərək insan konstitusion üsullarla, hüquqi yollarla reallaşdırmağa cəhd göstərsin. Bu bizim mövqeyimizdir. Mən arzu edirəm ki, belə bir həssas dönəmi uğurla başa vuracaq inşallah. Allah bu çətin dönəmdə hamımıza kömək olsun. Öz vəzifələrimizi dərk eləməkdə, ictimai məsuliyyətimizi dərk eləməkdə hamımıza yardımcı olsun inşallah.